Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin qeydiyyatında olan ehtiyaclı ailələr üçün növbəti xeyirxah addım atılıb. Belə ki, Qartal Tikinti firmasının dəstəyi ilə bayram münasibəti ilə ehtiyaclı ailələrə bayram sovqatları təqdim olunub. Humanist aksiyaya həsr olunmuş tədbir Qartal Tikinti firmasının ofisində keçirilib və səmimi, yüksək mənəvi dəyərlərə söykənən bir ab-hava ilə yadda qalıb. Tədbir zamanı qeyd olunub ki, bu cür sosial aksiyalar cəmiyyətin birlik və həmrəyliyinin ən gözəl nümunəsidir. Qartal Tikinti firmasının direktoru Şahin Məmmədov uzun illərdir ki, xeyirxahlığı, sosial məsuliyyətli və insanlara olan həssas münasibəti ilə seçilir. Onun üçün sahibkarlıq yalnız iqtisadi fəaliyyət deyil, eyni zamanda cəmiyyət qarşısında daşıdığı mənəvi məsuliyyətdir. Şahin Məmmədov öz çıxışında vurğulayıb ki, hər bir sahibkarın yaşadığı şəhər qarşısında mənəvi borcu var və bu borcu əməli işlərlə sübut etmək lazımdır. Məhz bu baxımdan o ehtiyaclı ailələrin, şəhid ailələrinin və qazilərin daim yanında olmağı özünə prinsip seçib. Onun təşəbbüsü ilə həyata keçirilən humanitar aksiyalar artıq ənənə halını alıb və hər dəfə onlarla ailənin üzündə sevinc yaradır. Xüsusilə vurğulamaq lazımdır ki, Şahin Məmmədov hər zaman şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı ilə yanaşır. Onların problemləri ilə yaxından maraqlanır, dəstəyini əsirgəmir. Bu isə bir daha sübut edir ki, o təkcə uğurlu sahibkar deyil, eyni zamanda böyük qəlbə sahib, vətənpərvər və mərhəmətli bir insandır. Tədbirdə iştirak edən ailələr göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, bu cür aksiyalar təkcə maddi deyil, həm də mənəvi baxımından böyük dayaqdır. Mən qeyd eləmək istəyirəm ki, Şahin müəllimlə bizim əməkdaşlığımız uzun illərə gedib çıxır və hər zaman Şahin müəllim bizim müraciətimizə iki əlli razılıq verib. Zaman-zaman 50 uşaqlarımıza 50 arabaları ilə, ərzaq yardımı ilə, vaxt olub 250 ahıllarımıza böyük bir şadlıq evində həm bayram süfrəsi, həm ərzaq yardımı eləyibdir. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.